Hər kəsə salam. Gəlin buraxılışın tanışa biləcək zaman ümumi sahna baxaq. Deməli, düzgün sinonimmlər seçin. Təhlükəli, təhlükəsiz, tətil və variantında sevmək, nifrət etmək antonim. Birinci, sonuncu antonim. Definition istəyir bizdən. 10-cu sinif sözünə baxmaq görürsünüz. Dedicate həsr etmək, to give all your energy, time. Bir daha. Depict göstərmək, bir. Evet, define də müəyyən etmək. Nəyisə təsvir etmək ya da izah etmək. ABC olacaq D variantında. Hansı cümlələr fəssivə çevrilə bilər? Kimi nəyə sualına cavab verən cümlələr? Yəni kimi nəyə sualına cavab verən söz olan cümlələr. Mən maraqlı məqalə oxudum. Nəyə oxudum məqaləni? Deməli, biz dərsə gecikdik. Nəyə sualı yoxdur. O özünün ən yeni, ən axırıncı deməli məqaləsini dünən tamamladı. Nəyi? 1-3 çevrilə bilər elə. Şoxla dünən günün sonunda çox güldü, burada yoxdur. Baxın, icazəsi cəmlənmir. Belə variant da yoxdur. İsim var deyə apostrof siyəli hala keçir. Yaxın mənalıdır. Vacib, qeyri-vacib, incitmək, müdafiə etmək, hər ikisi çətindir, qəbul etmək, rədd etmək. Zənn müqayisədir. Heavy, iki ecaldan sonra va ilə bitir. Buna görə bunun müqayisəsi ellə düzəlir. Burada da aya çevrilir, olacaq deməli heavier və bigger tək ecalı deyə. Çünki müqayisədir, üstünlüklər olmur, modla düzəlmir tək ecalı deyə, bu da həmçinin. Given to me as a gift, mənə hədiyyə kimi verilmiş. Baxın, sadəblə təksin artiklsız qoya bilmərik. Bu da mostdan sonra sifət varsa, sifətdir. Zemostur. Bu da məlumdur ki, mənə verilən dəftər. Müəyyəndir deyə Z. Keçmişlədir, bu da keçmişdir. Baxın, indiki, gələcək ilə keçmiş. Deməli, gəlin bax, düzgün variantı istəyir. Need modal fe'l kimdə, əsas fe'l kimdə. Aynı anda aslında işlənmir. What var ziddiyyət, hər ikisi təsdiq olmaz, hər ikisini gəl olmaz, qaldı bu. Cümlə quraq, Mike had been repairing, swapla quracağıq. Deməli, Mike had been repairing for the exam for 5 hours. 2, 1, 3, 4, 6, 5. Düzgün variantı seçin. Sual sözü. Deməli, sonra şüməçi fe'l, sonra deməli mübtəda, sonra da əsas fe'l. How many contracts? Baxın, köməkçi fe'l yoxdur. Birlə ed olmaz. Köməkçinin əsas fe'l yanlış gəlməz sualda, dırdadır. Don't speak to, kimlərsə danışmaq, canlıdadır. Speak about, nəyisə haqqında danışmaq. Problemlər haqqında danışmaq, C-dədir. Daha çox video açıq, kanalıma abunə olmağı unutmayın. İmtihanda hər birinizə uğurlar. Deməli, good luck.